Əgər bu əlamətlər sizdə varsa, diqqət! Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Bəzən bədənimizdə baş verən dəyişikliklər ilk baxışda adi görünsə də, əslində sağlamlığımızla bağlı ciddi mesajlar verir. Bu dəyişiklikləri vaxtında hiss etmək və düzgün diaqnoz qoya bilmək bəzən fərqində olmadığımız xəstəlikləri erkən mərhələdə aşkar etməyə kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, gün ərzində tez-tez yatmaq istəyi ya da səbəbsiz yerə çox su içmək istəyi kimi hallar göründüyü qədər zərərsiz olmaya bilər. Məsələn, duzlu yeməklərə olan həddindən artıq istək bədəndə mineral və vitamin çatışmazlığının və ya başqa bir problemin əlaməti ola bilər. Dəridə qalınlaşma, qaşınma, qabıqlanma və ya qızartılar isə bəzən hormonal pozğunluqların, eksema və ya allergiyanın xəbərçisi ola bilər. Belə hallar davamlı olarsa, qan analizi vermək tövsiyə olunur. Yuxusuzluq və ya gündüz saatlarında qəfil yuxuya getmə halları hipersomniya deyilən vəziyyətlə əlaqəli ola bilər. Gecə normal və uzun müddət yatan bu insanlar yenə də gün ərzində yuxuya meyilli olurlar. Mütəxəssislər bunun sadəcə yorğunluqdan deyil, başqa sağlamlıq problemlərindən qaynaqlana biləcəyini bildirirlər. Qəfildən baş verən kəkələmə beyində patoloji halın meydana çıxmasını bildirir. Qəfildə nitqin tutulması və sinədə ağrı hissi baş verərsə, bu ciddi ürək xəstəliyinin olmasının əlamətidir. Barmaqların başının şişkinləşməsi nəfəs yollarında xəstəliklərin olmasını bildirir. Barmaq falanqalarının sonunun uc hissələrində dərin cizgilərin olması hipertiroz və şəkərli diabet xəstəliyinin əlamətidir. Əsəbi və aqressiv davranışlar da bəzən insanın xarakterindən deyil, depressiya kimi psixoloji pozğunluqlardan qaynaqlana bilər. Əgər döş nahiyənizdə şişkinlik, bərklik, qızartı, qaşınma və ya dəridə çökəklik hiss edirsinizsə, bu hallar vaxtında müayinə olunmalıdır. Bu simptomlar döş xərçənginin erkən əlamətləri ola bilər və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır. Duzlu qidalara qarşı idarəolunmaz istək, dəmir çatışmazlığı, qan azlığı, maye itkisinin və ya menstruasiya öncəsi sindromun göstəricisi ola bilər. Eyni zamanda, davamlı susuzluq hissi də həmişə adi səbəblərlə bağlı olmaya bilər. Bu, bəzən şəkərli diabet və ya hamiləliyin ilk əlamətləri ola bilər. Unutqanlıq, yorğunluq və ümumi halsızlıq da bəzən depressiyanın xəbərçisi ola bilər. Dırnaqların yetərincə uzana bilməməsi və ya sınması orqanizmdə vitamin çatışmazlığının əlamətidir. Göyərmiş dırnaqlar ürək xəstəliklərinin əlaməti hesab edilir. Sarı dırnaqlar isə qaraciyər və öd kisəsində xəstəliklərin olmasının göstəricisidir. Dırnaqların açıq yaşıl rəngdə olması infeksiya xəstəliklərinin əlamətidir. Rəngsiz, sığallı və parlaq dırnaqlar qan xəstəliklərinin əlamətləri hesab edilir. Bir barmaqda bir neçə ağ ləkənin olması ürək xəstəliyinin göstəricisidir. Dırnaqlarda uzun cizgilərin olması orqanizmdə sink və dəmirin çatışmazlığının göstəricisidir. Dırnaqlarda enlilən zolaqların olması isə əqli və ya fiziki cəhətdən zəif olmanın əlamətləri hesab edilir. Qalın və quru dırnaqlar kalsium çatışmazlığının, parlaq çəhrə rəngi isə B12 vitamin çatışmazlığını bildirir. Mütəxəssislər sadalanan əlamətlərdən birinin belə sizdə olduğu halda mütləq həkimə müraciət etmənizi məsləhət bilir. Çünki bu sizə gələcəkdə baş verə biləcək ciddi xəstəliklərin qarşısını almaqda kömək edər. Hər birimiz bədənimizi yaxşı tanımalı və ona qarşı diqqətli olmalıyıq. Çünki o, öz dili ilə bizə çox şeyi söyləyir. Əziz izləyicilər, bədənimizdəki kiçik dəyişikliklər böyük sağlamlıq problemlərinin əlaməti ola bilər. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və
Təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.